Yeməyi ayrı, qabı ayrı, tasması ayrı. Adam düşünəndə lap başını itirir. Amma biz bu videoda hamısını sizin üçün cəmlədik. Gəlin baxaq görək. Sevimli ev heyvanımız. İtə lazım olan bazı şeylər nələrdir və bir marketdə bunların hansını tapa bilirik? İlkin olaraq nədən başlayaq? Təbii ki, ən vacib qidamız və suyumuz üçün olan qablar. Qablarımız var və təbii ki, hər cür tərkibli, hər cür qablaşmalı yeməkləri də eləməz bir marketdən əldə edə bilərsiniz. Yeməkləri saydıq, amma təbii ki, vitaminə də ehtiyac var. Təbii ki, qidalanmada vitaminlər də vacibdir. Amma baxımı da unutmuruq. Həm şampunumuz, həm də itlər üçün olan xüsusi parfüm. İtləri incitməyəcək belə gördüyünüz plasmas materialdan olan tük darayıcı. Əlimdə belə gördüyünüz iki fərqli tasmamız var. Gözəl dizaynlı sadə tasmamız, bu isə parazitlərə qarşı olan xüsusi tasma. Ev heyvanınız yenidir və təbii ki, balacadır, onun hələ bir tualet tərbiyəsi yoxdur. Ona qədər isə bizim köməyimizə bu gördüyünüz plyonkalar çatır. İtimizin yeməyini yedizdirdik, baxımlarını elədik. Amma şirin yuxuya getməsi üçün belə yumşaq bir döşəkçəyə ehtiyacımız var. Heyvan sahiblənmək düşündüyünüz qədər də çətin deyilmiş. Bu gördüklərinizin hər birini bir toxunuşla bir market tətbiqindən əldə edə bilirsiniz.